Mən niyə bu bloqinqə başladım? Bax, bundan biraz danışmaq istəyərdim. Bu söhbətlərimin, bu fəaliyyətimin ümumiyyətlə mahiyyəti nədir? Biraz tərəddüd edirdim, hətta bu kameranı falan almaqda, ki, 3 dəqiqə, 5 dəqiqə nəsə yol çəkəcəm. Kimin nəyin lazım? Yolda gedirim motosikletdə. Amma düşündüm ki, yox. Bir çox gənclərə yeniyetmələr də var, gənclər də var. Maraqlı olur motovloqinq çəkilişləri və bu məqamda mən sadəcə motodan, nəqliyyatdan və s. yox, əsasən daha ciddi həyati mövzuları müzakirə eləmək adına açmışam. Rastıma çıxmayıb. Bilməm, belə bir kanal varmı bizdə? Motovloqinqdən, yəni əsas məzmun həyati, psixoloji, təhsil, inkişaf, bu cür mövzular olsun. Məqsədim bu olub ki, belə bir maraqlı tərzdə ciddi mövzuları, cəmiyyətə maraqlı olan mövzuları, inkişaf yönümlü mövzuları, mənəvi söhbətlər və s. işıqlandıraq ki, biraz yeniyetmələr, gənclər və yaxud da yuxarı yaşlı insanlar da təbii ki, faydalansınlar. Düşünürəm ki, maraqlı fəaliyyət olacaq bu. Özümə də çox maraqlı gəlir. Mümkün qədər diqqətimi yayındırmamağa çalışıram. Həyatım mövzudan danışanda diqqətim tam ora fokuslanmalı olur əslində adətən. Ona görə biraz qopuq danışa bilərəm, belə dayanaraq, düşünərək hansısa məqamları buraxa da bilərəm. Çünki fikrimin ən azı yarısı yoldadır, olmalıdır. Biraz da təbii ki, moto sürmək sənin üçün təcrübən olmalı ki, avtomatlaşmalıdır ki, sən rahat bir şəkildə həm sürüb, həm danışasan. Mən də şükür Allaha artıq demək olar 3 il yarımdır, 4 ilə yaxındır idarə edirəm və bunu uğurla bacaracağımı inanıram inşallah. Rəyləriniz maraqlıdır, ümumiyyətlə maraqlıdırmı? Belə motosəyahətlə, səfərlə mövzular da yaza bilərsiniz, qeyd edə bilərsiniz, hansı mövzuları eşitmək istəyərdiniz. İctimai mövzular, xüsusilə elmi, təhsillə bağlı, inkişafla bağlı, digər məsələlər də ola bilər, digər psixoloji, münasibətlərlə bağlı. Münasibətlərlə bağlı ürəyim doludur. Əslində mövzu açsam, buradan indi başlasam, buradan gedib Buzovnaya qədər hətta gedib çıxa bilərəm və söhbətim qurtarmaya bilər. İşin bu tərəfi də var. Saat da 1-ə işləyib mən hələ şəhərdə fırlanır. Yox, söhbətdən çıxmışıq, maraqlı mənəvi söhbət oldu. Çox faydalandıq dəyərli Cavid hocamızdan. Biraz ola bilsin gəzim. Bütün günü mən oturmuşam deyənə bugün konsultasiya, dərs, söhbət, yemək. Ancaq otur. Belə olmaz. Ona görə fırlandım, təzədən düşündüm ki, mən gedim, bax, biraz sürəti artaraq. Gedim, biraz şəhərdə, içəri şəhərdə filan da gəzim. Buraları sevirəm də. Yəni burada da 3 il yaşadım deyənə içəri şəhərdə. Burada məni səhər saat 5-də görmək olardı. Gecə saat 3-də də görmək olardı. İndi də ki, bura dərxanadır. Burada hamı maşında qulaq asdığı şeyə maksimum səs verib getməyi sevir. Öz aləmlərində burada kimlərisə cəlb eləməyə çalışırlar. Hələ yeniyetməlik şeyindən çıxmayıblar sanki. Moto ilə gəlməyin gözəlliyi burada. Gəlirsən, sən dayan burada, tutalım. Dayandım burada. Harada sən dayan da, sən cərim eləməyəcəklər. 2 təkər də hara girsən gir. Biraz gəzək, sonra söhbətimizə davam edəyək.